biz Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi əmək yarmarkasında iştirak edirik. Qeyd edeyim ki, əmək yarmarkası işsiz və iş axtaran şəxslərin işə götürənlərlə təmasını təmin etmək və onların işlə təmin olunmasına dəstək məqsədi daşıyır. Hazırda burada 33 müəssisə tərəfindən 300-dən çox vakansiya namizədlərə, işsiz şəxslərə təklif olunur. Onu da qeyd edeyim ki, Məşğulluq Agentliyi tərəfindən belə yarmarkalar mütəmadi şəkildə təşkil olunur. Təkcə bu il ərzində 39 belə yarmarka keçirilib və il sonuna qədər də bu yarmarkaların artan xətt üzrə davam etməsi planlaşdırılır. İndi isə bizə yarmarka ilə bağlı daha ətraflı məlumatı Bakı Regional Məşğulluq Filialının müdürü Habil Aliyev çatdıracaq. Xoş gördük Habil bəy, hər vaxtınız xeyir. Buyurun, söz sizdə. Bugün Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı olaraq növbəti yarmarkamızı həyata keçirdik. Yarmarkada işsiz və iş axtaran şəxslərin qatılımı yetərli qədər idi. Burada əsas məqsədimiz həm işsiz və iş axtaran şəxslərin işə əl çatanlığını təmin etmək, həm də işə götürənlərin əmək bazarının tələblərinə uyğun, onların tələblərinə uyğun kadrlarla onları təmin etməkdən ibarət idi. Yetərli qədər CV müraciətləri var, qiymətləndirmək üçün cəlb olunub, sahibkarlar tərəfindən, işə götürənlər tərəfindən götürüldü. Burada iştirak edən işsiz və iş axtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşə və bacarığı olmadıqda biz 175 adda peşə hazırlıq kurslarımız var ki, biz onları kursa cəlb edərək minimum əmək haqqının yarısı qədər həm təqaüd ödəyirik, həm də kursun bitimində sertifikatlarla təmin edərək əmək bazarını qazandırmağa çalışırıq. Eyni zamanda vətəndaşlarımızdan işləmək istəməyib, öz sahibkarlıq fəaliyyətini qurmaq istəyənlər var ki, biz əməkdaşlarımız tərəfindən onlar özünün məşğulluq proqramı çərçivəsində qeydiyyata alınır. Gələcəkdə onların öz biznesini qurmaq üçün aktivlərlə təmin olunması yönündə iş aparılır. Çox sağ olun Habil bəy, təşəkkür edirik. Qeyd edeyim ki, ilin sonuna qədər daha 2 belə yarmarkanın təşkil olunması planlaşdırılır. Buyurun, mənim çatdıracaqlarım bunlardan ibarət idi. Sözü yenidən sizə ötürürəm. Təşəkkür edirik Ayşə ətraflı məlumata görə. Sizə də müsahibinizə də təşəkkür edirik, bəli. Bəli, kifayət qədər 270-dən çox vakansiya artıq əmək yarmarkasında təqdim olunur. Hətta ilin sonuna qədər 2 daha belə